Dünya dövlətləri 20-ci əsrin 20-40-cı illəri və 2-ci Dünya müharibəsi mövzusunda DİM toplu 2023-cü il testlərini izah etmək istəyirəm. Birinci test Osmanlı dövlətinə aiddir. Cavab Mudros müqaviləsi olacaq. Çünki burada Montre konfransı arasında qala bilərsiniz. O da ki, Türkiyəyə aiddir. Montre konfransı 1936-cı ildə imzalanmışdı. Boğazlara çıxışı olmayan ölkələr hərbi gəmi çıxarda bilməzdilər ora. Mudros müqaviləsinə əsasən isə Osmanlı 1-ci Dünya müharibəsindən çıxırdı. Digərləri Gülüstan müqaviləsi İranla Rusiya arasında, Rəşt müqaviləsi Rusiya ilə Səfəvilər arasında, Gəncə müqaviləsi də yenə Rusiya ilə Səfəvilər arasında imzalanmışdı. Birinci Dünya müharibəsindən sonra Almaniya, Avstriya, Macarıstan, Bolqarıstan və Osmanlı İmperiyası ilə qalib dövlətlərin bağladıkları müqavilələr birlikdə adlanır. Cavab B variantı Versal sistemidir. Üçüncü test Anşlüs adlanır. Almaniyanın İspaniyadakı vətəndaş müharibəsinə qarışmamaq siyasəti səhvdir. Almaniyanın 1-ci Dünya müharibəsində məğlubiyyətinin əvəzini çıxmaq, xeyr bu revanş sözünün ifadəsidir. Almaniyanın Çexoslovakiyanın Sudet vilayətinə iddiası, xeyr bu da yanlışdır. Münhində həll olunur bu məsələ. D variantı Almaniyanın, Avstriyanın Almaniyaya birləşməsi, bəli bu Anşlüzdür. Dinç yolla birləşdirilmə deməkdir. Cavab D-dir. Müharibə bitərəfliyinə riayət edilməsi, müharibədə bitərəfliyə riayət edilməsi, bu da yanlış cavabdır. Dördüncü test mandat sistemi adlanır. Mandat sistemi bölgüdür. Burada da cavab Y variantıdır. Keçmiş Alman müstəmləkələrinin və Osmanlı mülklərinin qəyyumluğa götürülmə formasında bölüşdürülməsi. Mandatı olan ölkələr, yəni bölüşdürülmədə haqqı olan ölkələr idi. Bu Versal sisteminə əsasən müəyyənləşdirilmişdi. B variantı Versal sisteminə, 5-ci test Versal sisteminə daxil olan sülh müqavilələri Saint-Germain və Neyi müqaviləsidir. Neyi Bolqarıstanla, Saint-Germain isə Avstriya ilə imzalanmışdır. Rapallo və Lozanna isə Versal müqaviləsi dövründə deyildi. Lozanna Osmanlı İmperiyasının sonlarında imzalanmış müqavilə idi. 1922-ci ildə, Rapallo da 1922-ci ildə Genoa konfransının içərisində Almaniya ilə deməli Rusiyanın yaxınlaşması, hər ikisinin iqtisadi blokadadan çıxması idi. 6-cı test Versal müqaviləsi sisteminə daxil olan sülh müqavilələrini tapırıq. Yenə də Mudros, Sevr, Trianon və Brest-Litovsk verilmişdir. Burada cavab Trianon və Sevrdir. Sevr müqaviləsi Osmanlı ilə imzalanmışdı 1920-ci ildə Versalın tərkibində. Trianon isə Macarıstanla imzalanmışdı. Mudros müqaviləsi bayaq da dediyim kimi 1918-ci ildə Osmanlının müharibədən çıxması ilə bağlı olan müqavilə idi 1-ci Dünya müharibəsindən. Brest-Litovsk müqaviləsi isə 1918-ci ilin mart ayının 3-də Rusiyanın müharibədən çıxması ilə bağlı müqavilə idi. Təbii ki də 1-ci Dünya müharibəsindən. 7-ci test Avstriya-Macarıstan İmperiyasının dağılması nəticəsində yaranmış dövlətlər sırasına aiddir. Fransa, Almaniya, Yunanistan, İtaliya daxil deyil. Cavab olacaq B variantı Çexoslovakiya. 8-ci test Avstriya-Macarıstan İmperiyasının dağılması nəticəsində yaranmış dövlətlər sırasına daxil deyil. Polşa, İngiltərə, Almaniya, İsveç deyil. Cavab olacaq Serb, Xorvat, Sloven krallığı. 9-cu test Anti-Kominterin paktının iştirakçıları. Anti-Kominterin 1936-cı ildə Yaponiya ilə deməli Almaniya arasında imzalanmışdır. Daha sonra isə müqaviləni İtaliyada imzalayıb. O zaman cavab olacaq D variantı. 10-cu test Münhen sövdələşmələrinin iştirakçıları. Münhen 1938-ci ildə imzalanmışdır. Almaniya Sudet vilayətini tutmasına Fransa, İngiltərə və İtaliya göz yummuşdu. Deməli iştirakçılar Almaniya, Fransa, İngiltərə, İtaliyadır. Gəlin o cavabı tapaq. Almaniya, İtaliya, Fransa, İngiltərə. Cavab A variantıdır. 11-ci test 1919-cu il Paris Sülh Konfransının qərarlarına əsasən mandatların verdiyi dövlətlər sırasına daxil deyil. Deməli mandatı olan ölkələrdən olmayan ABŞ-dır. Çünki ABŞ Paris Sülh Konfransında iştirak etmir. Müqavilənin şərtləri onu qane etmədiyi üçün o müqaviləni ratifikasiya, yəni təsdiq etmir. Daha sonra özü üçün ayrıca Vaşinqton konfransına çağıracaq. Digər ölkələr isə mandatı olan ölkələrdir. İngiltərə, Yaponiya, Fransa və Belçika.
12-ci test. 1919-cu il Paris Sülh Konfransının qərarlarına əsasən mandatların verildiyi dövlətlər sırasına daxil deyil. Deməli, cavab A variantı Rusiyadır. Çünki Paris Sülh Konfransına Rusiya dəvət olunmamışdı. Səbəb də o idi ki, 1918-ci ilin mart ayının içində Rusiya Brest-Litovsk müqaviləsini imzalayaraq müharibədən hamıdan tez çıxmışdı və deməli, bu da onu separatçı adlandırılmağa əsas vermiş və onu Paris Sülh Konfransına dəvət etməmişdilər. Digərləri mandatı olanlardır. Yenə də Fransa, İngiltərə, Yaponiya və Belçika. 13. 1919-cu ildə Paris Sülh Konfransının çağırılmasının məqsədlərindən biri. A variantı Birləşmiş Millətlər Təşkilatının iş qaydalarını müəyyən etmək. Xeyr, bu yanlışdır. Almaniyanın müharibəni dayandırılmasına nail olmaq. Xeyr, müharibə artıq dayanmışdı. Sakit Okean hövzəsində sülh və təhlükəsizliyi təmin etmək. Bu Vaşinqton konfransı üçün idi. Avropada faşizmin yayılmasının qarşısını almaq. Xeyr, faşizm artıq daha sonralar yaranacaq. Dövlətlərarası münasibətləri qaydaya salmaq. Cavab Y variantıdır. 14. 1919-cu ildə Paris Sülh Konfransında yaradılan Millətlər Cəmiyyətinin qarşısına qoyulan vəzifələrdən biri. Biz sizinlə demişdik ki, Millətlər Cəmiyyəti yaratmaqda məqsəd o idi ki, baş verəcək münaqişələri sakit, səssiz yolla, dinç yolla, müharibəsiz həll etməyi öhdəsinə götürürdü Millətlər Cəmiyyətinə daxil olan ölkələr. İndi gəlin buna oxşar cümlə tapaq. A variantı dünyanın mandat sistemi əsasında bölüşdürülməsi qaydasını ləğv etmək bu yanlışdır. Xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək olacaq. Çünki Almaniyanın tərk edilməsinə nail olmaq kimi bir şey yoxdur. Millətlər Cəmiyyətində bolşevizmin Avropaya yayılmasının qarşısını almaq kimi də bir fikir yoxdur. Müharibə canilərini cəzalandırmaq üçün beynəlxalq məhkəmə də yoxdur. Cavab B-dir. 15-ci test. Trianon müqaviləsini bağladı. Trianon müqaviləsi Macarıstanla Antanta dövlətləri arasında bağlanmış müqavilə idi. Versal sisteminə daxil olan 4 müqavilədən biri idi. Sever, Neye, Trianon və Saint-Germain onlardan biri idi. 16-cı test. Neye müqaviləsi Bolqarıstanla imzalanmışdır? Bolqarıstanla Antanta dövlətləri arasında imzalanıb. Cavab D. 17. SSR təşkil edilərkən oraya ilk daxil olan ölkələr. Deməli, biri ZSFSR-dir, RSFSR-dir, Ukraynadır və Belarusiyada. Cavab A variantıdır. 18. ZSFSR təşkil edilərkən oraya daxil oldu. Təbii ki də Azərbaycan, Ermənistan və Gürcüstan ZSFSR-ə daxildir. Azərbaycan. Cavab Y variantıdır. 19. Birinci Dünya müharibəsinin nəticəsində kapital ixal edən ölkədən ixrac edən ölkəyə çevrilən dövlət olacaq Amerika. Çünki Amerika müharibəyə ən gec qoşuldu. 1917-ci ilin aprelində qoşuldu və ən çox deməli qazancla çıxan ölkələrdən oldu. 20-ci test. 1943-cü ildə aiddir. Cavab A variantı müttəfiq qoşunlarının Siciliyaya daxil olması və bununla da İtaliya təslim olur, keçir digər tərəfə, qalib dövlətlər tərəfinə və Mussolini isə həbs olunur. Və beləliklə Almaniya müttəfiqlərindən birini itirmiş olur. 21-ci test. 2-ci Dünya müharibəsi illərində Moskva uğrunda vuruşmanın nəticəsi. Moskva 1941-ci ilin dekabrında olmuşdu və həmin vuruşma nəticəsində Almanlar məğlub olmuş və ildırım sürətli müharibə planı boşa çıxmışdı. Cavab Y variantıdır. 22-ci test. 2-ci Dünya müharibəsi illərində baş vermiş Kursk döyüşünün nəticəsinə aiddir. Kursk döyüşü 1943-cü ilin qışından 1943-cü ilin yayına qədər davam etmişdi. İldırım sürətli müharibə planı döyüşdə, daha doğrusu əsaslı dönüş bu döyüşdə başa çatmışdı. Əsaslı dönüş 1942-ci ilin Stalingradda başlamış, Kurskda isə başa çatmışdı. Gəlin indi buna uyğun bir cavab tapaq. Deməli, cavab Y variantıdır. Sovet-Alman cəbhəsində əsaslı dönüşün başa çatması. 23-cü test. 20-ci əsrin 20-ci illərində Leyboristlərin hakimiyyətə gəldiyi dövlət təbii ki də İngiltərədir. Cavab olacaq B variantı 2. Burada 1 İspaniyadır, 3 Fransadır, 4 Almaniyadır, 5 isə İtaliyadır. 24-cü test. Almaniyanın 1930-cu illər tarixi üçün səciyyəvi idi.
Versal imzalanması yanlışdır, çünki Versal 19-cu ildədir. Weimar Konstitusiyası da deməli 19-cu ildə yaradılmış Weimar Respublikasının konstitusiyası idi. Nasistlərin hakimiyyətə gəlməsi olacaq, çünki nasistlər 1934-cü ildə Almaniyada tam hakimiyyəti ələ almışdılar. 25. 24-də məsələn monarxiyanın bərpa edilməsi kimi bir fikir yoxdur bu illərdə və Millətlər Cəmiyyətinə isə Almaniya 1926-da daxil oldu. 25. Birləşmiş Millətlər Təşkilatının iş qaydası müəyyənləşdirildi. Təbii ki də Krım konfransı 1945-də, 45-in fevralında. 26. SSR-nin yeni qərb sərhədləri tanındı. Yenə də B variantı Krım konfransında. 27. Böyük Britaniyanın Fransanın 1939-cu il tarixinə aid oxşarlıq. Deməli, Almaniyaya müharibə elan etmələri. Cavab A. Amma 1940-ın mayına qədər onlar fəal hərbi əməliyyatlara girmədiklərinə görə qərbə müharibə dövrü adlanır. 28-ci test. 1943-cü ildə İtaliya və 1945-ci ildə Türkiyə tarixinə aid oxşar cəhət. Deməli, cavab olacaq B variantı. Almaniyaya müharibə elan etmələri. Deməli, 29-cu test. Birinci və ikinci Dünya müharibəsindən sonra Almaniya haqqında qəbul edilmiş qərarların oxşar nəticəsi. Cavab A variantı təzminat alınması. 30-cu test. Birinci və ikinci Dünya müharibəsindən sonra Almaniya haqqında qəbul edilmiş qərarların oxşar nəticəsi. İki hissəyə parçalanma yox. Tutduğu ərazilərin itirilməsi. Cavab A variantı. 31-ci test. 1939-cu ildə Estoniya, Finlandiya və Litvanın nüfuz dairəsinə aid edildiyi dövlət. Cavab 2. SSR. 32-ci test. 1939-cu ildə ərazisində faşist diktaturasının qurulduğu Qərbi Avropa dövləti. Cavab 5. İspaniya. Burada Francisco Franco'nun başçılığı ilə qiyam baş vermişdi və həmin qiyamda Francisco Franco başda olmaqla faşistlər qalib gəlib və hakimiyyəti ələ almışdılar. 4 Böyük Britaniya, 3 Fransa, 1 İtaliya, 2 isə SSR idi. 33-cü test. Birinci və ikinci Dünya müharibəsinə aid oxşar cəhət. Cavab A. Almaniya və müttəfiqlərinin məğlub olması. 34-cü test. İkinci Dünya müharibəsinin başlanğıc dövründə Qərbə müharibə adlandırılmasının səbəbi. Deməli, Qərbə müharibənin səbəbi o idi ki, Qərb cəbhəsində fəal hərbi əməliyyatlar aparılmırdı. Cavab D. Çünki İngiltərə və Fransa Almaniyaya müharibə elan etməklərinə baxmayaraq 1940-cı ilin may ayına qədər fəal hərbi əməliyyatlara girmədilər. Səbəb isə o idi ki, onlar istəyirdilər ki, Almaniya SSR-yə doğru hücum etsin və dağıntıdan öz ölkələrini qorusunlar. 35. İkinci Dünya müharibəsi dövründə Sovet ordusunun Qafqazdan çıxarılması planı adlanır. Burada bir neçə planlar var. İqdam siyasəti heç bir plan deyil. 1923-cü ildə müttəfiq ölkə Fransa ilə Belçika Almaniyaya qoşun çıxardır və tələb edirlər ki, o təzminatı ödəsin və 1924-cü ildə Amerika Dawes planını təklif edir və deyir ki, Almaniya iqtisadiyyatını dirçəltmədən heç bir təzminat ödəyə bilməz. Ona görə C variantı çıxır. Vilvet planı İngiltərənin və ABŞ-ın Qafqaza dair olan planı idi. Deməli, ona görə də cavab olacaq elə 2-ci Dünya müharibəsi dövründə Sovet ordusunun Qafqazdan çıxarılması planı Vilvet. Barbarossa planı, bir də Şlifin planı ümumiyyətlə 1-ci Dünya müharibəsindədir. Edelweiss planı Almaniyanın Qafqaza dair olan planıdır. Barbarossa planı isə Almaniyanın SSR-yə dair olan planıdır. Bir də ildırım sürətli müharibə planı var idi ki, o da ümumilikdə Almaniyanın müharibə dövründə olan planı idi. 36. 2-ci Dünya müharibəsində Sovet ordusunun Almaniyaya qarşı son hücum əməliyyatı adlanır Berlin əməliyyatı. Stalingrad döyüşü 1942-ci ildə olmuşdu, əsaslı dönüş başlamışdı. Kursk döyüşü 1943-cü ildə olmuşdu. Edelweiss adlı döyüş yoxdur. Berlin əməliyyatı dedim, 45-in aprelindədir. Jutland döyüşü də ki, 1-ci Dünya müharibəsindədir.
37. Azad edilmiş Avropa haqqında bəyannamənin qəbul edildiyi konfrans. Bu olacaq azad edilmiş Avropa haqqında bəyannamənin qəbul edildiyi konfrans Krım konfransı Y. Ümumiyyətlə 2-ci Dünya müharibəsi dövründə olan konfranslar bunların içərisindən Tehran, Potsdam, Krımdır. Tehran 1943-cü ildə 2-ci cəbhəni hardan açaq deyə çağırılmış konfrans idi. Potsdam konfransı 1945-ci ilin avqustunda çağırılmışdı. Burada məqsəd o idi ki, Almaniya artıq bölünsün və onun rəhbərləri hərbi tribunala verilsin. Krım konfransında isə gələcək planlar haqqında danışılırdı. Almaniyanı necə bölüşdürəcəyik? SSR deyirdi ki, mənə Cənubi Mançuriyanı, Saxalini, Kuril adasını qaytarın, Port Arturu qaytarın. O zaman SSR-yə də dedilər ki, sən də Yaponiyaya müharibə elan edəcəksən və azad edilmiş Avropa haqqında da bəyannamə burada qəbul edilmişdi və BMT-nin iş qaydaları da burada qəbul edilmişdi. 38-ci test soruşur. SSR özünü Almaniya ilə müharibə başa çatdırdıqdan sonra Yaponiyaya qarşı müharibə etmək öhdəliyini təsdiq etdi. Cavab C variantı bayaq dediyim kimi Krım konfransı 1945-ci ilin fevralında. 39. İkinci Dünya müharibəsi illərində Almaniyaya qarşı ikinci cəbhənin açılması haqqında qərarın qəbul olunduğu konfrans 1943-cü ildə çağırılmış Tehran konfransı idi. 40-cı test. Almaniyanın Edelweiss planı nəzərdə tuturdu. Qafqaza hücum edərək Bakını ələ keçirməyi. Cavab A variantı. Digərləri yanlışdır. 41. Barbarossa planının mahiyyəti. Barbarossa planı Almaniyanın seriyə hücum planı idi. Deməli, qışa qədər Arxangelsk Həştərxan xəttinə çıxmaq məsələsi işıqlandırılmışdı orada. Cavab olacaq o zaman D variantı. Digərləri yanlışdır. 42-ci test. 1941-ci ilin ABŞ-ın 2-ci Dünya müharibəsinə qatılmağının səbəb odur ki, 1941-ci ilin dekabrında, hətta məncə dekabrın 7-sində Pearl Harborda Yaponlar qəflətən Amerikanın Sakit Okeandakı hərbi bazasını vururlar. Bundan sonra Amerika müharibəyə qoşulmağa məcbur olur və dalbadal 42-ci ildə Yaponları məğlub edəcək. Cavab B variantı. Yapon eskadrasının Pearl Harbor bazasına zərbə endirməsi. 42-ci test. ABŞ 2-ci Dünya müharibəsinə qoşulmasını sürətləndirdi. Bu da eyni məsələdir. Yaponiyanın Pearl Harbora hücum etməsi. Cavab Y. 44-cü test. 2-ci Dünya müharibəsinin gedişində Yaponiya Sakit Okeana hücuma başlaya bilmədi. Niyə başlaya bilmədi? Burada Midway döyüşündə onun məğlubiyyəti var. 42-ci ildə bəli məğlub olur, amma digərləri Yaponiyaya aid deyil. Çünki Moskva döyüşü, Siciliya, İtaliyanın təslim olmasıdır. İtaliya ilə nə əlaqə var? D variantı yanlışdır və o zaman cavab olur A variantı. Deməli, 45-ci test. 2-ci Dünya müharibəsinin gedişində faşist hərbi caniləri mühakimə etmək üçün beynəlxalq tribunal təbii ki də Potsdam müqaviləsi. Cavab C. Bayaq dediyim kimi Tehran müqaviləsi 1943-cü ildədir. 2-ci cəbhəni hardan açaq deyirdilər. Krım müqaviləsində gələcək planlardan danışırdılar. Bir də təkrar etmirəm, bayaq dedim. Potsdam müqaviləsi artıq qəti olaraq müharibədə Almaniyanın uduzması, ərazisinin bölünməsi, rəhbərlərin hərbi tribunala verilməsi və Almaniyanın təzminat ödəməsi haqqında idi. 46-cı. 2-ci Dünya müharibə 46-dır da məncə. 2-ci Dünya müharibəsi gedişində Sovet-Alman cəbhəsində əsaslı dönüşün başlanğıcı qoyuldu. Təbii ki də Stalingradda. Cavab Y variantı 1942-ci ilin qışında. 47. Anti-Hitler koalisiyası ölkələrinin dövlət başçılarının görüşdükləri konferansları xronoloji müəyyən edin. 1-ci Tehran, sonra Krım, sonra Potsdam. Cavab C. 48. 1-ci Dünya müharibəsində Marna və 2-ci Dünya müharibəsində Moskva döyüşlərində hər ikisində ildırım sürətli müharibə planı başa çıxır. Cavab A variantı. 49. Almaniyanın 1871-ci il və 1940-cı il tarixinə aiddir. Cavab B variantı Fransa ilə müqavilənin imzalanması. Çünki 1870-71-ci ildə Fransa-Prusiya müharibəsi oldu. Orada Fransa məğlub olur, Prusiya qalib gəlir, Almaniya vahid halda birləşir. 1940-cı ilin iyun ayında isə
Almaniya Fransanın şimal hissəsini tutur və Fransa ilə təslim olma müqaviləsi imzalayır. 50-ci. 1919-cu ilin Paris Sülh Konfransına dəvət edilməmişdir. Cavab A. Sovet Rusiyası. Bayaq onu izah etdim ona görə ki, Sovet Rusiyası 1918-ci ilin mart ayının 3-də Brest-Litov sülh müqaviləsini imzalayaraq müharibədən tez çıxmışdı. Ona görə də onu separatçı adlandırmışlar və konfransa dəvət etməmişdilər. 51-ci test. Birinci Dünya müharibəsindən sonra Versal sisteminə daxil olan müqavilələrin bağlanmasında iştirak etməmişdi. Deməli, İsveçrə, Bolqarıstan, Avstriya, Osmanlı, Macarıstan. Cavab İsveçrədir, A variantı. Çünki Bolqarıstanla Neyi, Avstriya ilə Saint-Germain, Osmanlı ilə Sevr, Macarıstanla isə Trianon müqaviləsi imzalanmış və bütün bunlar Versalın tərkibinə daxil idi. 52. 1919-cu ildə Paris Sülh Konfransına da Almaniya və digər məğlub dövlətlərdən bağlanan beynəlxalq müqavilələrin əsasını təşkil edir. Təbii ki də Woodrow Wilsonun 14 maddəsi C variantı. Çünki Versal sistemi Woodrow Wilsonun 14 maddəsi əsasında təşkil olunmuşdu. Tərkibi bir növ Millətlər Cəmiyyətinin şərtlərinə bənzəyirdi. Müharibəyə son qoymaq, baş verən münaqişələri dinc yolla həll etmək, silahlanmanı azaltmaq, dövlətlərə öz müqəddəratını həll etmək, hüququ vermək kimi bəndlər var idi orada. 53-cü test. 1919-cu il Paris Sülh Konfransında qalib dövlətlər razılığa gələ bilmədilər. Təzminat, SAR. Təbii ki də cavab olacaq A variantı. Təzminat məsələsində onlar dəqiq bir razılığa gələ bilmirlər. 54. Xalqlar arası əməkdaşlığın inkişafı, bu da Millətlər Cəmiyyətinin şərtləridir. Sülh və təhlükəsizliyin qurulması. Millətlər Cəmiyyətinə daxil olan hər bir ölkə baş vermiş münaqişələri dinc yolla həll etməyi öhdəsinə götürür. Hər hansı müharibədən, toqquşmadan uzaq duracağını da həmçinin öhdəsinə götürürdü. Millətlər Cəmiyyətindən çıxmaq isə o demək idi ki, mən artıq müharibəyə hazıram və hər an müharibə edə bilərəm. 55-ci test. Polşanın bölüşdürülməsi, Şərqi Avstriyanın nüfuz dairələrinə bölünməsinin razılaşdırılması. Cavab Molotov və Ribbentrop paktıdır. Çünki bu 1939-cu ilin avqustunda Almaniya ilə SSR arasında imzalanmışdı. Orada Polşanı bölmək, eyni zamanda Polşanın qərb hissəsini Almaniya götürməli idi, şərqini isə SSR götürməli idi. Əlavə olaraq SSR Latviya, Estoniya, Finlandiya, Bessarabiyanı da tutacağını göstərmişdi və gizlin pakta əsasən isə tərəflər 10 il bir-birinə hücum etməyəcəyinə dair söz vermişdilər. Lakin 1941-ci ilin iyunun 22-sində Almaniya verdiyi sözü pozaraq SSR-yə hücum edir və 41-45-ci il müharibəsi başlayır. 56. Məğlubiyyətin əvəzini çıxmaq təbii ki də revanşizmdir. Cavab C variantı. Şovinizm millətçilikdir, təzminat ödəniləcək hər hansı borcdur, məbləğdir, enozis birləşdirmədir. Avtoritarizm isə diktatura rejimli idarə etmə formasına deyilir. 57. Potsdam konfransının qərarlarına əsasən Almaniya ərazisini işğal zonalarına bölüşdürən dövlətlərə daxil deyildi. İtaliya, İngiltərə, SSR, Fransa, Amerika. Cavab olacaq A variantı İtaliya. Çünki İtaliya məğlub ölkə olmuşdu. 58-ci test. Potsdam konfransının qərarlarına əsasən Almaniya ərazisini işğal zonasına bölüşdürən dövlətlərə aid deyil. Cavab olacaq Yaponiya. Çünki Yaponiya 2-ci Dünya müharibəsindən məğlub ölkə kimi ayrılmış, hətta atom bombası atılmışdı ərazisinə. 59-cu test. Edelweiss adlanırdı. Edelweiss Almaniyanın Qafqaza hücum planı idi. Gəlin 2-ci Dünya müharibəsində ABŞ və Böyük Britaniya deyil. 1-ci Dünya müharibəsində Almaniya şərqə deyil. 2-ci Dünya Almaniyanın SSR-ə qarşı müharibə. 2-ci Dünya müharibəsində Almanların Qafqaza hücumu. Cavab Y variantı. 60. Vilvet planı ABŞ və Böyük Britaniyanın Qafqazda yerləşdirməsini nəzərdə tutan plandır. Cavab A variantı. 60-da cavab A variantı.
Deməli, 61, 1949-cu il İngiltərə və 1870-ci il Fransa tarixinə aid oxşar cəhət. İngiltərədə respublika yaradılmışdı. Sənaye çevrilişinin başa çatması, ilk qanunverici orqanın çalınması ola bilməz. Osmanlı dövlətinə müharibə olmaz. Cavab olacaq respublika elan edilməsi, D variantı. 62-ci test. SSR Molotov-Ribbentrop paktı Fransa yazıb. Burada bu yanlışdır. Çünki Molotov-Ribbentrop bayaq dediyim kimi 1939-cu ildə Almaniya ilə SSR arasında imzalanıb. Deməli, 5 olan variantlar gedir. 5 bircə yerdə var. Yaponiya ilə Almaniya arasında Anti-Komintern paktı. Bu doğrudur. Anti-Komintern 1936-cı ildə Yaponiya və Almaniya arasında imzalanıbdı. 4 olan cavab olacaq. Amerika ilə İngiltərə arasında Falkland böhranı. Bu da yanlışdır. Çünki Falkland böhranı Amerika ilə Argentina arasında olur. 3, 5, 1, 4 olacaq. Onda 4-ə baxaq. İngiltərə, bir dəqiqə, biri 4-dür. Bir də 1-ə baxaq. Almaniya Polad paktı İtaliya. Bəli, 1939-cu ildə Almaniya ilə İtaliya Polad paktı, daha sonra 40-cı ildə isə Almaniya, İtaliya, Yaponiya üçlük paktını imzalamışlar. Cavab olacaq 1 və 4 Y variantı. Burada Atlantika Xartiyası yazıb İngiltərə, Almaniya. Bu da yanlışdır. Çünki Atlantika Xartiyası İngiltərə və ABŞ arasında imzalanıb. 63-cü test. Böyük Britaniya yazıb Atlantika Xartiyası ABŞ. Bu doğrudur. Biri 1-dir. İtaliya, Yaponiya, Polad. Bu yanlışdır. Çünki İtaliya Almaniyadır. ABŞ və Rusiya Anti-Komintern yanlışdır. 3 gedir. Rusiya, İngiltərə Rapallo. Bu da yanlışdır. Rusiya ilə Almaniya arasındadır. Avstriya və Antanta dövlətləri Saint-Germain. Biri də budur. Deməli, biri bu oldu. Biri hansını tapmışdıq? ABŞ-la Yaponiya, Böyük Britaniyanın, biri də demək 5-dir. Rəqəm burada görünmür. 1 və 5 olacaq. Cavab D variantı. 64-cü test. 64-də Versal sülhünün aşağıdakı məhdudiyyətlərin qoyulduğu ölkə hansıdır? Bütün müstəmləkələrdən məhrum edildi, ordu donanması məhdudlaşdırılır, Ren zonası cavab Almaniyaya aiddir. D variantı. 65-ci test. Versal sülh müqaviləsinə əsasən müharibə törətməkdə təqsirkar elan edildi, Elzas Lotaringiyanı itirdi. Deməli, bu olacaq Almaniya. Cavab D variantı. Çünki Elzas Lotaringiya əvvəl Fransanın ərazisi olmuşdu, amma 1870-71-ci il Fransa-Prusiya müharibəsindən sonra Almaniyanın əlinə keçmişdi və ona görə də 1-ci Dünya müharibəsinin sonunda həmin ərazini Almaniya itirəcək. 66. 1919-33-cü illərdə Almaniyada mövcud olub, təbii ki də Weimar Respublikasıdır. D. Faşistlər hakimiyyətə gələnə qədər mövcud olmuş və 1-ci Dünya müharibəsinin sonunda yaranmışdı. 1-ci Dünya müharibəsinin sonuna qədər isə Almaniya monarxiya olmuşdu 1871-ci ildən 1919-a qədər. 67-ci test. 2-ci Dünya müharibəsi illərində Almanlılar tərəfindən işğal olunmuş ölkələr. Belçika, Hollandiya, bir də Norveç. 1, 4, 5. Cavab Y variantı. 68. İkinci Dünya müharibəsi gedişatında Almaniyanın dövlət sərhədləri qəti müəyyən edildi. B variantı Potsdam konferansında. Çünki Potsdam konferansında artıq qəti qərarlar qəbul olunur da. Almaniya may ayında məğlub olur, təslim olur və avqust ayında da müqavilə imzalanır. 68. 19-cu əsrin 30-cu illərində İspaniya və daha doğrusu 20-ci əsrin 30-cu illərində İspaniya və 20-ci əsrin 40-cı illərində Çin tarixinə aid oxşar cəhət. Deməli, İtaliyanın hərbi müdaxiləsinə məruz qalması olmaz. Çünki İtaliyanın içində biz hərbi müdaxiləsini görmürük. Cavab olacaq vətəndaş müharibəsi. Çünki Çində də 45-49-cu illərdə kommunistlərlə Homindonçular arasında mübarizə olmuşdu. İspaniyada da 1936-39-cu illərdə Francisco Franco'nun başçılığı ilə sosial demokratlarla faşistlər arasında mübarizə olmuşdu.
68 cavab olacaq B. Deməli, daha doğrusu bu 69 imiş. 69'dur B. 70-ci test. 20-ci əsrin 40-cı illəri Yaponiya və 20-ci əsrin 50-ci illəri Çin tarixinə aid ümumi cəhət. Cavab olacaq burada B variantı SSRİ ilə müqavilənin imzalanması. Hər iki dövlət göstərilən illərdə Sovet hökuməti ilə müqavilə imzalamışdı. 71-ci test. Münhen sövdələşməsinin nəticələrinə aiddir. Münhen sövdələşməsi Çexoslovakiyanın Sudet vilayətinin Almaniya tərəfindən tutulmasına göz yumulması demək idi və 1938-ci ildə imzalanmışdı. Tərəflərdə bir tərəfdə Almaniya, digər tərəfdə isə Fransa, İngiltərə və İtaliya dururdu. Gəlin buna uyğun cavabı tapaq. Millətlər Cəmiyyəti SAR, İngiltərə, Fransa, Almaniyanın öz mövqeləmə hökmlərinin təhlükəsini təmin etdilər. İngiltərə və Fransa Almaniyada öz mövqeyini möhkəmləndirib. Bəli, cavab olacaq B variantı. Çünki mən dediyim cümləyə uyğun budur. İngiltərə, Fransa Sudeti Almaniyaya verməklə öz mövqeyini Almaniyada möhkəmləndirmək və onun təhlükəsini təmin etməyə söz verirlər. 1 dəqiqə 71. Avropa müharibə... Yox. Cavab olacaq Y variantı. Avropada müharibə ocağının alovlanmasına şərait yaranır. Çünki İngiltərə və Fransa tutaq ki, lap Almaniyada mövqeyini möhkəmləndirsə belə, Almaniyanın təhlükəsizliyini təmin etmədilər. Yəni, belə bir cümlə orada yoxdur. Əslində, müqavilənin şərtini mən dedim, sadəcə müqavilənin şərtinə uyğun fikir tapmaq lazımdır. O da müharibə ocağının alovlandırılmasıdır. Müqaviləyə təcavüzkarın sakitləşdirilməsi paktı deyilir Münhen sövdələşməsinə. Burada da əksinə təcavüzkar sakitləşmir. Sudeti tutduqdan sonra gedib bütün Çexoslovakiyanı tutur. Ona görə də müharibə ocağı alovlanır Avropada. Cavab Y. 72. Münhen sövdələşməsinin nəticəsinə aiddir. Yenə də 1938-ci ildə imzalanmış Münhen sövdələşməsi haqqında soruşur. Bayaq dediyim kimi Çexoslovakiyanın Sudet vilayətini Almaniya tutur. Burada İngiltərə, Fransa və İtaliyanın məqsədi o idi ki, təcavüzkarı sakitləşdirib özlərindən uzaqlaşdırsınlar və onun Seriyə doğru hücum etməsinə şərait yaratsınlar. Almaniya isə əksinə nəinki sakitləşmək, bundan sonra 1939-cu ildə Çexoslovakiyanı gedib tutur. Əksinə iştahlanır. 73. İspaniyanın 20-ci əsrin 30-cu illərinin sonu tarixi üçün səciyyəvi idi. Burada vətəndaş müharibəsi olur, Francisco Franco başda olmaqla və nəticədə 1939-cu ildə faşistlər İspaniyada hakimiyyətə gəlir. 74. ABŞ-da birtərəflik haqqında qanun bu prezidentin dövründə qəbul edilmişdi. Bu Rooseveltdir, çünki birtərəflik haqqında qanun 1935-ci ildə qəbul edilmişdi. Buna əsasən Amerika təcavüzə məruz qalan və təcavüzkara heç bir kömək etməyəcəyini öhdəsinə götürsə də 1941-ci ilin Lend-Liz qanununa əsasən, borc və kirayə adlı qanununa əsasən o yardım etməyi yenidən öhdəsinə götürür. Yəni, özünə sərf edən ölkələrə yardım etməyi yenidən bərpa edir. 75. Yeni xətt illərində Roosevelt hökumətinin kənd təsərrüfatına münasibətdə həyata keçirdiyi siyasəti məzmunu. Bilirik ki, yeni xətt siyasəti 1929-cu ildən dünyayı bürüyən böhrana qarşı olan siyasət idi. Amerika böhrandan çıxmaq istəyirdi. Roosevelt də Keynes ilə birlikdə plan hazırlamışdılar ki, böhrandan necə çıxaq və axırda bunlar belə qərara gəlirlər ki, kənd təsərrüfatında artıqlığa son qoysunlar və məhsulları satın alıb ambarlarına yığmaqla maliyyənin dövr etməsinə səbəbkar olsunlar. Gəlin indi buna uyğun görək cümlə varmı? A variantı böyük tələbat yaranmış kənd təsərrüfat məhsullarının istehsalının artırılması. Xeyr, böhran artıqlıq böhranı idi. Ona görə artırılma söhbəti orada ola bilməz. Əksinə azaldılır. Əkin sahələrinin və mal-qaranın sayının azaldılması. Cavab B variantı olacaq. Digərləri yanlışdır. Baxmağa ehtiyac yoxdur. Türkiyədə 1919-cu ilin və 1923-cü illər Milli Azadlıq Hərəkatı nəticəsində Osmanlı hökuməti devrilir və
Türkiyə Respublika elan edilir. Cavab olur D variantı. 77. Krım konferansında SSR-nin Yaponiya ilə müharibəyə başlamaq üçün irəli sürdüyü əsas tələblər. SSR 1904-5-ci il Rus-Yapon müharibəsində itirdiyi əraziləri geri istəyir. Bunlar da Cənubi Saxalin, Mancuriya, Port Artur, Kuril adaları bunlar idi. Görək bu adalar harada göstərilir? Bu cavablar Cənubi Saxalin, Port Arturun SSR-yə verilməsi. Bəli, cavab elə A-da göstərilir. B-də Monqolistan deyir, o yanlışdır. Vyetnam deyir, C-də o yanlışdır. Siriya, Mancuriya Monqolistana niyə verilsin ki? SSR nəyinə lazımdır ki, Monqolistan ərazi alıb verir? D-də yanlışdır. Sakit Okean hövzəsində Yaponiyaya məxsus adalara da SSR verilməsini istəmişdir SSR. Çünki o adalara həmişə iddialı olan Amerikadır. 78. Tehran konfransı. Tehran konfransı 1943-cü ildə imzalanmışdı. Məsələ Avropada ikinci cəbhəni hardan açağı idi? Cavab A variantı. 79. Rapallo-Brest-Litovsk müqaviləsinə aid olan oxşarlıq. Rapallo 1922-ci ildə imzalanmışdı. Almaniya ilə SSR arasında imzalanmışdı. Rapalloda məqsəd o idi ki, Genoa konfransı gedişatında idi. Məqsəd Almaniya ilə SSR-nin yaxınlaşmasından söhbət gedir. Brest-Litovsk müqaviləsi 1918-ci ilin martın 3-də imzalanmışdı. Müqaviləyə əsasən Rusiya müharibədən çıxırdı və Qars Ardahan Batumu verirdi Osmanlıya, amma Almaniya ilə imzalanmışdı hər ikisi. Buna uyğun cavab tapaq. A variantı Sovet Rusiyası və Almaniya arası. Bəli, cavab elə A-dır. 80-ni də izah eləyək, sonra davam edəcəm. Yaponiya və Almaniyanın 1930-cu illər tarixinə aid oxşarlıq. Bunlar ikisi də Millətlər Cəmiyyətindən çıxıblar 1933-cü ildə. Ona görə də cavab olacaq Y variantı. Hələlik bu qədər, davam edəcəm. İzləyib bəyənməyi unutmayaq.